İnsan ilk yalanı nə vaxt danışır? Bu uşaqlıqdan mı başlayır? Ümumiyyətlə yalan nə vaxtdan başlayır? Yalan, insan anadan olandan yalan danışır. Anadan olur, gözləyir ki, mənə yemək verəcəklər. Verən yoxdur, başlayır ağlamağa. O ağlamaq heç nə, bir yeri ağrımır bunun, heç nə narahatçılığı yoxdur. Sadəcə yemək istəyir, bilmir necə desin. Ümumiyyətlə Allah Taala bütün yaratdıqları üçün mühafizə qoyub, qoruyucu bir dənə sistem qoyubdur. Bəzilərinə buynuz verib ki, özünü qorusun, bəzilərinə ayaq verib ki, yaxşı qaçsın, bəzilərinə caynaq verib, bəzilərinə diş verib. İnsana nə verib bəs özünü müdafiə eləməyə? Ağlamaq. Uşaq orada yalandan ağlayır ki, mənə yemək verin. Görür ki, alındı, sonra elə hey başlayır yalandan ağlamağa. Hətta biz psixoloqlar deyirik ki, davranış pozuntusu da belə yaranır. Uşaq görür ki, artıq ağlayaraq hər şeyi əldə edir və adi bir qələm də istəyəndə heç ehtiyac istəmədən başlayır ağlamağa. Özdə yalandan. Özdə yalandan. Özdə yalandan.